Lakin biz bugün bu qəhrəmanların hamısından söz açmayacağıq. Bunu qısa zaman kəsiyinə sığışdırmaq da mümkün deyil. Bugünkü söhbətimizin əsas qəhrəmanları son savaşda bizə böyük zəfəri qazandırarkən şəhid düşmüş oğullardır. Bəli, o zəfərin ilk yubileyi 5-ci il dönümüdür. 5 ildir ki, əskərlərimizin igidliyi, qazilərimizin tökülən qanı, şəhidlərimizin qurban gedən canı bahasına torpaqlarımız geri alınıb. Torpaqlarla bərabər namusumuz, mənliyimiz, inamımız da geri qayıtdı. Bizim üçün, xalqımızın başucalığı üçün, torpaqlarımızın bütövlüyü üçün, ən əsası tariximizə düşmüş bu ləkəni yumaq üçün qanlarını axıtdılar şəhidlər. Azərbaycanı dünyaya tanıtdılar şəhidlər. Varlığımızı, gücümüzü, qeyrətimizi sübut etdilər şəhidlər. Bir xalq kimi, dövlət kimi dünya xəritəsinə mühürümüzü öz qanları ilə vurdu şəhidlər. Bizi bizə qaytardılar. Bizi bizə tanıtdılar şəhidlər. Qələbənin qazanılmasında nə aparılan güclü siyasətin, nə döyüşlərdən sağ qayıtmış igid əskər və zabitlərin rolunu kiçiltmirik. Əsla. Sadəcə biz yaşayanlar bütün bu saydığım duyğuları yaşayırıq. Tökülən qanlar üzərində dirçələn vətən torpağını görürük, sevinirik, qürurlanırıq. Biz varıq və qalib bir xalq kimi, millət kimi var olduğumuzu bilirik. Onlar isə yoxdular. Onlar bizi illərdir həsrətində olduğumuz torpağa qovuşdurub, özləri də torpağa qarışdılar. Əbədi həsrətə çevrildilər. Onlar öz ailələrinə qürurla bərabər sonu olmayan niskil, kədər bəxş etdilər. Torpağımızı bütövləşdirdilər. Amma sevdiklərini tərk edib, ailələrini, arzularını yarımçıq qoydular. Dövlətimiz öz ordusunun igid əskərlərinə də, canını fəda etmiş şəhidlərinə də yüksək qiymət verir. Bu böyük zəfərin, onu qazandıranların adlarının əbədiləşməsi, tariximizdə öz dəyərli yerini tapması üçün müxtəlif işlər görür. 27 sentyabrın anım günü elan edilməsi, 8 noyabr zəfər gününün hər il böyük təntənə ilə qeyd olunması, sentyabrın 20-sinin antiterror əməliyyatının uğurla bitməsi şərəfinə suverenlik günü kimi təqvimimizə düşməsi, 2025-ci ilin suverenlik və konstitusiya ili elan edilməsi, şəhid ailələrinə, şəhid övladlarına müntəzəm olaraq göstərilən diqqət və qayğı prezidentimizin və hökumətimizin bu zəfərə verdiyi böyük dəyəri